Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Göyçayda avtomobil qəzasına düşüb. Bugün baş verən yol nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb. Xəyal Rzazadə açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun Çanqan markalı maşınına, daha sonra isə Mercedes markalı digər nəqliyyat vasitəsinə çırpılıb. Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır. Salyan rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Salyan rayonunun Şorsulu kəndində Vaz markalı minik avtomobili yol kənarında dayanmış Qazel markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı Qazelin yanında olan kənd sakini 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdanoğlu avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb. Yaralı şəxs xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.